bağışlayan ve mehriban Allah'ın adıyla. 62. hədis. Resul-i Ekrem salavatullah Meyrac gecəsində Allah'tan soruşdu: Pərverdigar, hansı əməl daha fəzilətlidir? Allah buyurdu: Mənim yanımda heç bir əməl bəndəmin mənə təvəkkül etməsindən və ona ayırdığım şeylərə razı olmasından daha fəzilətli deyildir. Ey Muhammed, mənim məhəbbətim o kəslərə vacibdir ki, mənim xatirimə bir-biri ilə dost olarlar. Mənim məhəbbətim o kəslər üçün vacibdir ki, mənim xatirimə bir-birindən ayrılarlar. Yəni, hər kəs Allah düşmən olsa, ondan ayrılıb düşmən olsun. Mənim məhəbbətim o kəslərə vacibdir ki, mənim xatirinə bir-biri ilə gediş-gəliş edir, əlaqə bərqərar edərlər. Mənim məhəbbətim o kəslərə vacibdir ki, mənə təvəkkül edərlər. Mənim məhəbbətimin sonu yoxdur. Hər kəsə əməl baxımından yüksəltsəm, ona elm əta edərəm. Onlar elə şəxslərdir ki, mənim bəndələrimə nəzər edirlər. Mənim də nəzərim onlara yönəlir. Onlar öz ehtiyaclarını başqalarına deməzlər. Onlar az və halal mal yərlər. Onların dünyadakı xərcləri mənim zikrim, məhəbbətim və razılığımdır. Ey Əhməd, əgər mənim dərgahımda ən pərhizkar, ən təqvalı bəndə olmaq istəsən, dünyada zahid, ahirətə isə rəğbətli ol. Resul-i Ekrem salavatullah ərz etdi: Pərverdigara, dünyada necə zahid ola bilərəm? Allah Teala buyurdu: Dünya malından çox az təam, ruzi, libas və içməli götür. Sabahın üçün zəhrə etmə. Yəni sabahın üçün yalnız mənə ümidvar ol və daim mənə zikr deməklə məşğul ol. Peyğəmbər ərz etdi: Pərverdigara, sənə zikr eləməyi necə davam etdirə bilərəm? Allah buyurdu: Cəmaatdan uzaq olmaqla, dünyanın şirinliklərinə və turşuluqlarına göz yummaqla, qarnını və evini dünya malından boşaltmaqla zikrimi davam etdirə bilərsən. Ey Əhməd, bundan uzaq ol ki, sənin məsəlin bir uşaq məsəli kimi olar. Belə ki, uşağa qırmızı və ya sarı şeyləri göstərsələr, şirin və ya turş bir şey versələr, onunla aldanar. Həzrəti Peyğəmbər ərz elədi: Pərverdigara, mənə elə əməlləri göstər ki, onların vasitəsilə sənin dərgahına yaxınlaşım. Allah Teala buyurdu: Gecəni gündüz və gündüzünü gecə qərar ver. Peyğəmbər soruşdu: Pərverdigarı, bunu necə eləyim? Allah buyurdu: öz yuxunu namazın, təamın isə
aclığın qərar ver. Ey Əhməd, öz izzət və cəlalıma and olsun. Əgər hər bəndə bu 4 xislətə malik olsa, mən hökmən onu behiştə daxil eləyərəm. O 4 xislət bunlardan ibarətdir. Öz dilini saxlasın, onu yalnız məqsədini çatdırmaq üçün açsın ki, qəlbini vəsvəsələrdən saxlasın və bilsin ki, mən həmişə onun halını bilir, əməllərinə nəzarət eləyirəm. Onun gözünün nuru isə acılığı olsun. Ey Əhməd, kaş sükut eləməyin və ac qalmağın şirinliyini, onların qoyduğu təsirləri biləydin. Peyğəmbər ərz elədi, Pərverdigara, aclığın mirası nədir? Yəni, aclıqdan hansı nəticələr almalılar? Allah buyurdu, onun nəticələr, qəlbi pisliklərdən saxlamaq, mənim dərgahıma yaxınlaşmaq, daim qəm-qüssədə olmaq, cəmaat arasında məişət xərclərinin azlığı, haqqı demək, asayişdə asan və ya çətinlikdə yaşamaqdan qorxmamaq. Allah buyurdu, ey Əhməd, bilirsənmi, bəndə mənim dərgahıma hansı vaxtlarda yaxınlaşır? Peyğəmbər salavatullah ərz etdi, bilmirəm, ey Rəbbim. Allah buyurdu, ac və ya səcdə halında olar ki, mənim dərgahıma yaxınlaşır. Ey Əhməd, mən təəccüb eləyirəm o bəndəyə ki, namaza başlayıb kiminlə danışdığını və kimin dərgahına əl qaldırdığını, kimin qarşısında dayandığını bilə-bilə namazda mürgüləsin. Təəccüb eləyirəm o bəndəyə ki, bugünün azuqəsi qurumuş göyərtilərdən olduğu halda sabahı üçün qəm çəkir. Yenə də təəccüb eləyirəm o bəndəyə ki, mənim ondan razı olduğumu, yaxud ona qarşı qəzəbli olduğumu bilmədiyi halda xoşhaldır və gülür. Ey Əhməd, behişdə bir qəsr vardır ki, bir-birinin üzərinə düzülmüşdür və mirvarilərdəndir. Onlar sınmaz və bir-birindən aralanmaz. Orada xas insanlar olacaq. Mən hər gün 70 dəfə o qəsrə nəzər eləyərəm. Hər dəfə nəzər eləyəndə də onlarla danışar və onu 70 dəfə genişləndirərəm. Behişt əhli onun neymətlərindən bəhrələnir və şərbətlərindən ləzzət alan zaman o qəsrdə olanlar mənim sözlərimə qulaq asmaqla, məni zikr eləməklə və mənim danışığımla ləzzət alırlar. Həzrəti Muhammed ərz elədi, Pərverdigara, o behişdə olanların əlaməti nədir? Allah buyurdu, onlar həmin kəslərdir ki, dünyada dillərini boş və əbəs kəlamdan, qarınlarını artıq yeməkdən saxlayarlar. Ey Muhammed, Allaha məhəbbət bəsləmək, məhz fəqirlərə məhəbbət göstərmək və onlara yaxınlaşmaqdır. Həzrət soruşdu, fəqirlər kimlərdir? Allah buyurdu, onlardır ki, az ruzu ilə qənaətlənir, acılığa səbr eləyir, firavanlıq və asayiş halında şükr edirlər. Acılıqdan və zülümdən şikayət eləmir. Dilləri ilə yalan danışmır. Öz Rəblərinə qarşı qəzəblənmir. Əllərindən gedən şeylərə təəssüflənmirlər.
qəm qüssə çəkmir və onlara verilən neymətlərdən fərəhlənmirlər. Ey Əhməd, mənə məhəbbət, məhz fəqirlərə məhəbbət göstərməkdir. Fəqirlərə diqqət yetirib, onlara yaxınlaş, onlarla oturdur ki, mən də sənə yaxın olum. Sərvətlilərdən və onlarla oturub durmaqdan uzaq ol. Çünki fəqirlər mənim dostlarımdır. Ey Əhməd, bərbəzəli paltarlar geyməklə, ləzzətli yeməklər yeməklə və yumşaq qədəmlər götürməklə özünü zinətləndirmə. Çünki nəfs bütün şərlərin məkanı pis bir yoldaşdır. Sən onu Allaha ibadətə doğru çəkirsən, lakin o nəfs səni məsiyyətə, günaha doğru sövq edir. O nəfs Allaha ibadət və itayət məqamında səninlə müxalifət eləyir. Sənə Allahın bəyənmədiyi şeylərdə itayət edir. Elə ki, doysa tuğyan edir, aclıqda isə şikayət edir. Fəqir olduğun zaman sənə qəzəblənər, varlandığın zaman sənə təkəbbür edər, səni təkəbbürlü olmağa vadar eləyər. Təkəbbürlü olduğun zaman Allahı unudarsan, Allahdan qorxmadıqda hər şeydən qafil olarsan. O nəfs şeytanın dostudur. Nəfsin məsəli, dəvə quşunun məsəli kimidir. Çox yeyir, lakin ona minəndə uçmur. Yaxud defla ağacının meyvəsinə bənzəyər. Onun rəngi gözəldir, lakin dadı çox acıdır. Ey Əhməd, dünya və onun əhlinin ona sığınanları düşmən tut, lakin axirəti və onun əhlini sev. Həzrəti Muhammed ərz elədi: Pərverdigara, dünya əhli kimdir? Axirət əhli kim? Allah buyurdu: Dünya əhli çox yeyən, çox gülən, çox yatan, çox qəzəblənən və az razı olanlardır. Onlar pislik etdiyi adamdan üzrxahlıq etməzlər, ondan üzr istəyənlərin üzrünü qəbul etməz. İtaət məqamında halsız, lakin günaha mürtəkib olan zaman çox şücaətlidirlər. Onların arzuları uzun uzadı, əcəlləri isə yaxındır. Onlar öz nəfslərindən hesab çəkmirlər. Faydaları çox azdır, danışıqları isə çox. Allahdan qorxmurlar. Yemək görəndə çox sevinib şad olurlar. Dünya əhli firavanlıq, asayiş zamanı Allaha şükür etməz. Bəlaya düçar olanda səbr eləməzlər. Cəmaatın elədiyi çox işlər, yaxşılıqlar onların nəzərində azdır. Özlərini etmədiyi işlərlə tərifləyir, cəmaatı özlərinə olmayan şeylərə dəvət edirlər, başqalarının eyb və pisliklərindən danışırlar. Həzrəti Muhammed salavatullah ərz etdi: Pərverdigara, bu eyblərdən başqa dünya əhlində tərifə layiq bir şey də varmı? Allah buyurdu: Ey Muhammed, dünya əhlinin eybləri çoxdur. Onlarda cəhalət və axmaqlıq vardır. Onlara elmi öyrədən şəxslərin müqabilində təvazökarlıq etməzlər. Onlar özlərin alim hesab edirlər, halbuki ariflərin nəzərində onlar cahildilər. Ey Əhməd,
Həqiqətən axirət əhlinin simaları yumşaq, mülayim və mehriban, həyaları çox, ağılsız hərəkətləri isə çox azdır. Onların cəmaata xeyri çox, məkr və hilələri azdır. Cəmaat onların tərəfindən rahatlıq və asayişdədir. Lakin onların özləri cəmaatın əlindən əzab əziyyət çəkirlər. Danışıqları ölçülmüş, biçilmiş, həmişə özlərindən hesab alar və nəfslərini çətinliyə salar. Gözləri yatsa da, qəlbləri oyaqdır. Cəmaat öz əməl kitablarında qafil kimi yazılanda, onlar zikr əhli kimi yazılarlar. Neymətin əvvəlində həmd, axırında isə şükür deyərlər. Onların duası Allah dərgahına tərəf qalxır. Onların sözləri eşidilir, mələikələr onlarla fərəhlənərlər. Onların duaları məlakütü hicablar arxasında dövr edir. Ana öz övladını sevdiyi kimi, Allah da istəyir ki, sözlərini eşitsin. Onlar bir göz qırpımı belə Allahdan qafil deyirlər. Nə çoxlu təam yemək, nə çox danışmaq, nə də çox paltar geymək istəməzlər. İnsanlar onların nəzərində ölü kimidir. Yalnız Allah onların nəzərində diri və bağışlayandır ki, heç vaxt ölməz. Onlardan üz çevirənlərə kərəm edir, onlara üz gətirənlərə daha artıq məhəbbət göstərirlər. Dünya və axirət onların nəzərində birdir. Yəni onlar dünyanı yalnız axirətə çatmaq üçün istəyirlər. Ey Muhammed! Bilirsənmi, mənim nəzərimdə zahidlərin hansı imtiyazları vardır? Peyğəmbər salavatullah ərz etdi, xeyr ey Rəbbim, Allah buyurdu. İnsanlar məhşərdə hazır olanda, onların hesab kitablarına dəqiq şəkildə baxılacaq. Lakin zahidlər bu hesablardan və uzun-uzadı dayanmalardan amandadılar. Mənim axirətdə zahidlərə verdiyim ən kiçik neymət budur ki, onlara behiştlərin açarlarını verərəm. Onlar hansı qapısını istəsələr, aça bilərlər. Mən öz üzümü onlardan döndərmərəm. Əksinə, öz sözlərimlə onlara cürbəcür ləzzət bağışlayaram. Onları sid qərargahında oturdaram. Onlara dünyada gördükləri işlər, çəkdikləri zəhmətlərdən danışaram. Onlar üçün 4 qapı açaram. Birindən sübh və axşam mənim tərəfimdən hədiyyələr onlara əta olunar. Başqa birisindən istədikləri kimi mənim cəlalıma nəzər edər, mənim cilvələrimə asanlıqla baxarlar. 3-cü qapıdan cəhənnəmə baxıb, zalimların, günahkarların orada necə əzab düçar olduqlarını görərlər. 4-cü qapıdan isə onlar üçün hurilər və xidmətçilər daxil olar. Həzrəti Muhammed ərz etdi, Pərverdigara, vəsf etdiyim bu zahidlər hansı şəxslərdir? Allah buyurdu, zahid o kəsdir ki, bir evi yoxdur ki, dağılıb xarab olmasından qorxsun. Övladı yoxdur ki, övlad ölümündən qəm-qüssə keçirə. Və ya əlində elə bir mal, dövlət və mülk yoxdur ki, əlindən çıxanda qüssələnə. Onları Allah zikrindən bir anlığa belə yayındıran insanla üns tutmaz. Belə şəxsin artıq təamı yoxdur ki, onun barəsində soruşulsun
ha belə onun yumşaq və rahat paltarı da yoxdur. Ey Əhməd, zahidlərin üzləri, gecə ibadətləri və gündüz oruclarının təsirindən saralar. Onların dilləri qəlblərindədir, onların cəmaatı həvai nəfsləri ilə müxalifət etdikləri üçün cəmaat onlara tənə vurar. Çox sükut etməklə öz nəfslərini cilovlamış, məşəqqətdə salmışlar. Onlar bütün bu əzab-əziyyətlərə nə cəhənnəm odundan qorxduqlarına görə, nə də behişdə aşiq olduqlarına görə dözürlər. Əksinə, onlar asimanların və yerlərin məlakut batini aləminə nəzər salıb yalnız Allahın ibadətə layiq olduğunu görürlər. Ey Əhməd, bu dərəcə peyğəmbərlərə, sənin ümmətindən və sair peyğəmbərlərin ümmətindən olan siddiqlərə məxsusdur. Həmçinin şəhidlərdən bir qrupu da bu dərəcəyə malikdirlər. Həzrəti Muhammed salavatullah ərz etdi: Pərverdigarım, hansı ümmət içərisində zahidlər daha çoxdur? Mənim ümmətimdə, yoxsa Bəni İsrail ümmətində? Allah buyurdu: Bəni İsrail ümmətinin zahidləri, sənin ümmətinin zahidləri ilə müqayisədə, ağ inəyin bədənində olan bir dənə qara tükə bənzəyir. Həzrəti Muhammed salavatullah ərz edir: Pərverdigara, bu necə ola bilər? Halbuki Bəni İsrail qövmünün sayı daha çox idi. Allah buyurur: Çünki onlar yəqində, sonra şək şübhəyə düçar oldular. İqrar etdikdən sonra inkar etdilər. Həzrəti Muhammed salavatullah buyurur: Mən bu inayətlər müqabilində Allaha həmd və şükür etdim. Allahdan istədim ki, ümmətimi şeytanın şərrindən hifz eləsin. Öz rəhmətini və sair bərəkətlərini onlara nazil eləsin. Ey Əhməd! Çalış hökmən həmişə vərə, təqvanın ən yüksək mərhələsi ilə ol. Çünki vərə həm dinin başı, həm ortası, həm də axırıdır. Həmçinin Allah dərgahına yaxınlaşmağın yeganə yoludur. Ey Əhməd! Vərə, möminlərin zinəti, nübüvvətin sütunudur. Vərənin məsəli, gəminin məsəli kimidir. Dəryada olan şəxs, yalnız gəmiyə minməklə qərq olmaqdan xilas olduğu kimi, zahidlər də yalnız vərə ilə nicat tapa bilərlər. Ey Əhməd! Hər bir bəndə məni tanısa və mənim müqabilimdə xaşi olsa, mütləq hər bir şey onun müqabilində xaşi olar. Ey Əhməd! Vərə, asiman qapılarını bəndənin üzünə açar, necə ki, mələkələr üçün də ibadət qapılarını açır. Bəndəm, onun, vərənin vasitəsilə hər məxluqun yanında əziz olur və onun səbəbi ilə Allaha çatır. Ey Əhməd!
sükutu öz şuarın seç. Çünki ən abad məclis, salihlərin və sükut edənlərin qəlbləridir və ən xarab məclis, faydasız söz deyənlərin qəlbidir. Ey Əhməd, həqiqətən ibadət 10 qismdir. Onun 7 qismi halal ruzu qazanmaqdan ibarətdir. Əgər sən öz yemək və içməyini pak halal eləsən, mənim himayəm və hifzimdə olarsan. Hər kəs də mənim himayəmdə olsa, dünya və axirət xətərindən amanda olar. Həzrəti Muhammed salavatullah ərz elədi: Pərverdigara, ibadətin əvvəli ən yaxşısı hansıdır? Allah buyurdu: oruc tutmaq və sükut eləmək. Həzrəti Muhammed salavatullah ərz etdi: Pərverdigara, oruc tutmağın mirası nədir? Yəni oruc tutmağın səmərəsi nədən ibarətdir? Allah buyurdu: oruc tutmaq hikmətə səbəb olar. Hikmət isə mənə qarşı mərifətə, mərifət də yəqinə səbəb olar. Bəndə yəqin mərhələsinə çatanda, onun üçün çətinlik və ya asanlığın fəqirlik və ya sərvətliyin heç bir əhəmiyyəti yoxdur. Belə bir bəndə can vermə halında çatanda, onun başı üzərində bir neçə mələk dayanar. Onların hər birinin əlində Kövsər suyundan dolu olan bir cam və bir əlində isə behiş şərbətlərindən dolu bir cam olar. Mələklər o camdakı içməlilər ilə onun ruhunu sirab edərlər. Nəticədə ölüm anlarının əzab və çətinliklərini səkarat hiss etməz. Mələklər ona böyük bir müjdə verib deyərlər: pak oldun, sənin mənzilin də pak oldu. Aramlar, xoş sənin halına ki, əziz, kərim, həbib, qərib Allahın huzuruna gedirsən. Sonra onun ruhu mələklərin əllərindən çıxıb, bir göz qırpımından Allah dərgahına pərvaz edər. Onunla Allah arasında heç bir hicab və pərdə olmaz. Allah da onu görməyə müştaqdır. O, ərşin altından axan bir çeşmədə oturar, sonra ona deyilər: dünyanı necə tərk elədin? O ruh deyər: ey mənim Allahım, sənin izzət və cəlalına and olsun. Məni xəlq etdiyin gündən yalnız səndən qorxduğum üçün dünya ilə qaynayıb qarışmırdım.